Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Feildə tövhid mövzusunda söhbət edirdik və qeyd etdik ki, feildə tövhid iki hissəyə bölünür: nəzəri qismə, nəzəri hissəyə və əməli qismə bölünür. Və bu iki qismin də özünə məxsus təsnifatı və təqsimatı var. Nəzəri qismin bölümlərindən, nəzəri bölümün qismlərindən və yaxud belə deyək ki, söhbət edirdik və qeyd etdik ki, feildə tövhidin nəzəri hissəsi üç əsas hissəyə bölünür, üç əsas qismə bölünür: xaliqiyyətdə tövhid, rübubiyyətdə tövhid və üluhiyyətdə tövhid. Xaliqiyyətdə və rübubiyyətdə tövhid haqqında biz söhbət etdik və keçən söhbətimizdə biz hakimiyyətdə tövhid haqqında da bəhs etmişdik və qeyd etdik ki, bu demək deyil ki, biz nəzəri hissəyə bir qismdə əlavə etmişik. Çünki hakimiyyətdə tövhidlə 4 qism olunur, amma biz qeyd etdik ki, 3 qismdən ibarətdir. Biz qeyd olundu ki, 3 qism olaraq qalır, lakin hakimiyyətdə tövhid, rübubiyyətdə tövhidin tərkib hissəsi sayılır. Sadəcə bəyan və izah məqamında biz hakimiyyətdə tövhid termini ilə, hakimiyyətdə tövhid ibarəsi ilə bəyan edirik. Və kəlamçılar rübubiyyətdə tövhidi iki qismə bölürlər: təkvini rübubiyyət və təşrii rübubiyyət. Biz təkvini və təşrii ibarələrindən istifadə etmədik. Qeyd etdik ki, rübubiyyətdə tövhid və hakimiyyətdə tövhid. Rübubiyyətdə tövhid dedikdə təkvini qismi, təkvini bölümünü nəzərə aldıq və hakimiyyətdə tövhid dedikdə qanunvericilik, icra və insanların arasında olan münasibət, əlavə əlaqələri nəzərdə aldıq ki, təşrii hissəsi idi. Mən bugünkü söhbətimdə məhz təkvin və təşri ibarələrinə işarə etmək istərdim. Çünki kəlam elmində ümumiyyətlə bu termin, bu ibarə çox önəmlidir. Müxtəlif sahələrdə bundan bəhs açılır, söhbət edilir. Bu səbəbdən zəruri hesab edirəm ki, təkvin və təşri haqqında biraz izah verək, biraz bəyan edək və nümunələrinə hardasa Quranda və yaxud müxtəlif sahələrdə, hətta hədislərdə də belə biz nümunələrini görürük və bəlli olsun, bilinsin ki, hansı hissələr təkvinə aiddir, hansı hissələr təşriyə aiddir. Lakin yenə bir daha təkrar edirəm ki, nəzəri, feildə tövhidin nəzəri bölümünün rübubiyyət qismi iki hissəyə bölünür: təkvin və təşri. Təkvini rübubiyyət, təşrii rübubiyyət. Biz izah və bəyanda qeyd etdik ki, rübubiyyətdə tövhid və hakimiyyətdə tövhid. Yəni, hakimiyyətdə tövhid eyni ilə təşrii rübubiyyətdir. Bu səbəbdən yəni, hakimiyyətdə tövhidlə təşrii rübubiyyət arasında fərq yoxdur. Ona görə yenə də bizim qismimiz nəzəri tövhid, feildə nəzəri tövhid 3 qismə bölünür: xaliqiyyətdə, rübubiyyətdə və üluhiyyətdə. Və qeyd etdiyimiz hakimiyyətdə tövhid isə rübubiyyətdə tövhidin tərkib hissəsidir və təşrii rübubiyyət sayılır. Lakin təkvin və təşri haqqında bir balaca söhbət edək ki, ümumiyyətlə təkvin dedikdə nə nəzərdə tutulur və təşri dedikdə nə nəzərdə tutulur, nəyi biz qəsd edirik? Bu çox önəmli və əhəmiyyətlidir. Quranda da bunun bariz nümunələri var və biz bu iki hissəni bir-birindən ayırmalıyıq ki, müxtəlif sahələrdə çətinliklə üzləşməyik. Biz ümumiyyətlə təkvin dedikdə, təkvin təbiət haqqındadır, lakin təşri qanunlar haqqında. Ona görə mən bir neçə, yəni sahədə bu ikisini, fərqini göstərmək istərdim. Yəni 3 və 4 sahədə təkvinə təkvində 4 xüsusiyyət var. Həmçinin qarşılıqlı olaraq
təşridə də o 4 xüsusiyyət mövcuddur ki, bu xüsusiyyətləri bir-birlə müqayisə etdikdə təkvin və təşri arasında olan fərq bəlli olacaq. Təkvində mövcud olan birinci xüsusiyyət nədən ibarətdir? Ümumiyyətlə, təkvin, biz dedikdə təkvin bütün yaranışı əhatə edir. Bütün təbiəti əhatə edir. Biz təkvin dedik, təkvin ərəb dilində də kovn kəlməsindən. Təkvin dedikdə, yəni təbiət nəzərdə tutulur. Təbiətdə mövcud olan insan və insan əməlləri deyil. Xeyr, bəlkə bütün təbiət nəzərdə alınır. Ona görə bu birinci xüsusiyyət, təkvinin birinci xüsusiyyətlərindən biri budur ki, bütün yaranışı əhatə edir. Biz məsələn dedikdə ki, təkvini rübubiyyət, yəni Allah bütün yaranışın ixtiyar sahibidir, bütün yaranışa həqiqi malikdir və bütün təbiətə həqiqi nəzarəti var. Məhz insan üzərində deyil, bütün yaranışa. Bu təkvinin birinci xasiyyəti. İkinci xasiyyət ümumiyyətlə ixtiyardan kənar mövzuları ehtiva edir. Yəni biz təkvin dedikdə belə deyil ki, məhz insan ixtiyarı haqqında söhbət etsin. Xeyr, ixtiyardan kənar mövzuları əhatə edir. İxtiyardan kənar mövzu dediyə biz nəyi nəzərdə tuturuq? İxtiyardan kənar, yəni biz təbiət dedikdə yəqin ki, təbiətdə ixtiyar və iradə mövcud deyil. Yəni burada hardasa canlı və insan, belə bəlkə deyə bilərik, insandan başqa bütün yaranışı nəzərdə tutur. İkinci xasiyyətə görə. Birinci əlbəttə xasiyyətdə bütün təbiət nəzərdə alınır. İkinci xasiyyətdə ixtiyar mövzusu, təkvin ixtiyar mövzusu deyil. Biz dedikdə ki, rububiyyətdə tövhid, Allah Teala ixtiyar sahibidir. İxtiyar sahibi, yəni bütün təbiətin ixtiyar sahibi. Hansı xasiyyətə malik o? O təbiət ki, onda heç bir ixtiyar və iradə yoxdur. Ona görə qeyd etmişik buradakı ixtiyardan kənar mövzuları ehtiva edir. Yəni, asimanları yaratdı, göyləri yaratdı, yerləri yaratdı, canlı heyvanları yaratdı və bütün bu yaranış, yəni ixtiyar sahibi olmayan bütün yaranışa Allahın hakimiyyəti, Allahın nəzarəti və malikiyyəti vardır. Yəni, ixtiyardan kənar mövzuları ehtiva edir. Bu nöqtəyə nəzərdən biz bunu qeyd etmişik. Üçüncü məsələ, ona qarşı çıxmaq mümkünsüzdür. Yəni, biz təkvin ümumiyyətlə anlayışında təkvinin əsas xasiyyətlərindən biri bundan ibarətdir ki, üsyan etmək, ona qarşı üsyan etmək mümkün deyil. Əgər iradə olunursa, əgər istənilirsə, o mövcud olmalıdır ki, dördüncü xasiyyətdə də qeyd olunacaq və ona qarşı da heç bir kəs də ona qarşı çıxa bilməz. Məsələn, Allah Teala qeyd olunur, buyurur ki, bizi keçən dəfədə nümunə olaraq qeyd etdik ki, buyurur ki, İbrahim əleyhissalamla zamanında mövcud olan zalim o şəxsiyyətlə mübahisəni ki, Quranda Allah Teala göstərir. İbrahim əleyhissalam buyurur ki, mənim Allahım öldürür və dirildir və mənim Allahım günəşi şərqdən çıxarır və qərbdə batırır. Bunlar hamısı təkvinə aiddir, təbiətə aiddir, ixtiyardan kənar bir mövzudur. Yəni, bu ixtiyari bir məsələ Allah haqqında yox, yəni təbiət ixtiyar sahibi deyil. Günəş, yer, göy, sular, bunlar ixtiyar sahibi deyil. Yəni, təkvin dedikdə məhz ixtiyardan kənar mövzuları ehtiva edir. Və həmçinin də ona qarşı çıxmaq mümkün deyil. Belə deyil ki, bir nəfər gəlsin, günəşin şərqdən çıxmasına müxalif olsun, desin ki, mən sabahda, məsələn, günəşin ayrı bir tərəfdən çıxmasını istəyirəm. Xeyr, ona qarşı çıxmaq mümkün deyil, üsyan ona qarşı mümkün deyil. Bu səbəbdən təkvinin xasiyyətlərindən birini də qeyd etdik ki, təkvin əgər hər hansısa bir şey təkvinidirsə, hər hansısa bir şey təbiətə aiddirsə, ona qarşı çıxmaq mümkün deyil. Və bu üç məsələnin sonda nəticəsi, təbii nəticəsi, qaçılmaz nəticəsi bundan ibarətdir ki, əgər istənilirsə, əgər iradə olunursa, yəni məsələn qeyd edir ki, Allah Teala hər hansısa bir şeyi istəyir, iradə edir və bu iradə mütləq, zəruri olaraq reallaşmalıdır və meydana gəlməlidir. Belə deyil ki, ola bilsin ki, olmasın. Xeyr, bu səbəbdən Allahın iradəsi və feili arasında bərabərlik mövcuddur. Yəni, bəzən dedikdə ki, Quran ayələrinə biz müraciət etdikdə görürük ki, Quranda Allah Teala buyurur ki, Yasin surəsində Allah Teala buyurur, İza əradə şeyən ən yəqulə ləhu kun fəyəkun. İradə etdikdə ona deyir, ol və o da olur. Bunun mənası nə deməkdir? Hədislərdə mövcuddur. Hədislərdə varmızdır ki, bu məzmundakı
buyurur feiradətullahi hiyəl fe'l la qeyrə zalikə yəqulu lehu kun feyəkun. Allahın iradəsi onun feili, əməli və rəftarı ilə eynidir. İradə etdikdə ona deyir ol və o da olur. Yəni Allahın əməli ilə iradəsi tamamilə insanlardan fərqli bir məsələdir. İnsanlar biz iradə edildiksə ola bilsin ki iradəmiz real olmasın, ola bilsin ki iradəmiz həyata keçməsin. Amma Allah Teala iradə etdikdə o mütləq həyata keçir. Yəni onun həyata keçməsi zəruridir ki, dördüncü xüsusiyyət. Bu təkvinə aiddir, təşriə aidiyyəti yoxdur. Bu məsələ məhz təkvinə aiddir. Ona görə bu səbəbdən Allahın iradəsi haqqında da bu təqsim, bu qism mövcuddur. Deyirik ki, təkvini iradə və təşrii iradə. Həmçinin Quranda Allahın izn məqamı, Allah Teala izn verir. Təkvini izn, təşrii izn mövcuddur. Və həmçinindəki söhbətimizdə mövzumuzun əsas məsələsi olan rübubiyyətdə də biz qeyd etdik ki, təkvini rübubiyyət var və təşrii rübubiyyət var. Yəni mən bunları qeyd edirəm ki, təkvin və təşrii haqqında, yəni bu xüsusiyyətlərlə biz təkvin və təşrii haqqında fərqə varaq. Bu səbəbdən bəzi yerlərdə, Quranda məsələn izn haqqında Allah Teala bəzi ayələrdə buyurur ki, vəl bələdu tayyibu yəxrucu nəbatəhu bi iznillah. Pak və pak şəhər öz səmərəsini, öz nəticəsini Allahın izni ilə yetişdirir. Buradakı izn təkvini izn sayılır. Çünki təbiət haqqındadır. Vəlbələdut təyyib. Yəni insan haqqında hər hansısa bir ixtiyar mövzusu deyil. Vəlbələdut bir şəhər, bir pak bir yer, pak bir məzrəə öz səmərəsini Allahın izni ilə yetişdirir və becərir. Burada məhz təkvini iradə nəzərdə tutulur. Həmçinin ayrı bir ayədə Allah Teala buyurur ki: "Və ma kana li nəfsin en temute illa bi iznillah." Bütün nəfslər məhz Allahın izni ilə dünyalarını dəyişir. Bütün nəfslərin dünyasının dəyişməsi məhz Allahın izni ilədir. Burada da izn təkvini izn sayılır. Yəni təşrii izn deyil, qanunlara aidiyyəti yoxdur. İnsan ixtiyarına aid deyil, bəlkə təbiətə aiddir. Bir daha mən bu xasiyyətləri qeyd edirəm ki, məsələ öz yerini tutsun. Təbiətə aiddir, təbiət haqqındadır. Rübubiyyət dedikdə, yəni təbiətə hakimlik və yaxud da ki ixtiyardan kənar mövzuları ehtiva edir. Ona qarşı çıxmaq, necə ki burada da siz diqqət edirsiniz bu xasiyyətlər, ona qarşı çıxmaq mümkünsüzdür. Yəni belə deyil ki biz onu dəyişə bilək. Onu dəyişmək mümkün deyil. Ona qarşı çıxmaq mümkün deyil. Və istənilən halda da onun olması, meydana gəlməsi, həyata keçməsi zəruridir. Ona görə bu səbəbədir ki biz Allahın iradəsi dedikdə, Allahın iradəsinin onun feili ilə eyni məna daşıması məhz təkvini iradəyə aiddir. Məhz təkvini rübubiyyətdə bu məsələ hallanır. Məhz təkvini izn haqqında söhbət olunur. Bu səbəbdən biz Qurana da müraciət edəndə bu izahdan sonra çox gözəl bir fərqlə üzləşirik ki, Quranda bəzi ayələrdə qeyd olunur ki, buyurur innəma, məsələn iradə haqqında, Allahın istəyi haqqında Qurana baxdı, biz birini misal çəkdik, izah əradəşi ən yəqulə ləhu kun feyəkun, istədikdə və deyir ona ol və olur. Bu təkvini iradədir. Həmçinin başqa bir ayda Allah Teala buyurur innəma yuridullah liyuzhibə ankumur ritsə əhləl beyt və yutahhirəkum təthira. Siz əhli beytdən Allah napaklığı uzaq etdi. Siz əhli beyti siz Əhl-i Beytin pak olmasını iradə etdi. İradə etdi burada təşrii iradə deyil, təkvini iradədir və bu təkvini iradə mütləq həyata keçir və ona qarşı çıxmaq mümkün deyil və o dəyişilməz bir həqiqətdir. Burada nəzərdə tutulan iradə innəma yuridullah, Allah istədi, Allahın istəməsi təbii ki təkvini iradədir. Lakin bəzi ayələrdə təşrii haqqında söhbət edəndə də mən bir daha təkrar etdim, qeyd edəcəm. Bəzi ayələrdə qeyd olunur ki, Allah Teala buyurur ki, yuridullah bikumul yusr və la yuridu bikumul usr. Allah sizin üçün gözəlliyi istəyib, çətinliyi istəməyib. Allah sizin üçün rahatlığı istəyir.
hardasa narahatlığı bəyənmir sizin üçün, bu halda bu iradə təşrii iradədir. Çünki görürük ki, Allah bizim üçün rahatlığı istəyir, amma bizim bəzən rahatlığımız yoxdur. Bu bizim rahatlığımız olmamazlığı üçün təşrii iradəyə aid olduğuna görə xüsusiyyətləri qeyd olunduqda bəlli olacaq. Təşrii iradə daxilinə aid olduğuna görə bu ayədə təşrii iradə qəsd olunduğuna, məqsəd təşrii iradə olunduğuna görə, təşrii iradə olduğuna görə başa düşürük ki, ona qarşı çıxmaq mümkün. Ona qarşı çıxdıqda da onun adı Quran ibarələrinə görə, hədislərdə Qurana görə günah sayılır. Bəs təkvin anlayışı bu dörd xasiyyətə malikdir ki, bu əsaslı bir məsələdir. Amma təşri, mən demək olar təkvini bəyan etdikdən sonra təşri də hardasa, yəni ona qarşı olan xasiyyətlər, təşrii xasiyyətlər. Ümumiyyətlə, təşri dedikdə biz təşri kəlməsini istifadə etdikdə şəriət kəlməsindəndir. Şəriət dedikdə yəqin ki, qanunlar nəzərdə tutulur. Ona görə biz dedikdə ki, təşri məhz qanunları əhatə edir. Bu təbiətdən kənardır. Yəni bir var təbiət, biz ümumi yaranış, bir də var bu təkvinə aiddir. Amma yaranışda mövcud olan qanunlar, yəni yaranışda hər hansısa bir ixtiyar sahibi olan ki, insandır, ixtiyar sahibi olan varlığa nəzarət edən qanunlar, bu təşriə aiddir. Təşri yəni şəriət, yəni hökmlər. Necə ki, hakimiyyətdə tövhid haqqında da bəyan etdik, hakimiyyətdə tövhid yəni qanunvericilik. Qanunvericilik, yəni insan əlaqələrini tənzimləyən amil. İnsan əlaqələrini tənzimləyən amil yəqin ki, qanundur. Və bu qanun dedikdə təşrii rububiyyət nəzərdə tutulur və onu hər hansı bir fövqəl insan, yəni Allahın varlığı, Allah onu icad edirsə, təşrii iradə qəsd olunur. Ona görə təşrii iradə dedikdə birinci xasiyyəti təkvində dedik ki, bütün təbiəti əhatə edir, təşri məhz qanunları əhatə edir. İkinci xasiyyət məhz və yalnız azad və ixtiyarlı həyat dairəsinə ehtiva edir. Yəni biz təşri dedikdə belə deyil ki, bütün təbiəti nəzərdə alaq. Çünki bütün təbiətdə cansız yaranış var, canlı yaranış var. Canlı yaranış arasında ixtiyarlı yaranış var, ixtiyarsız, ixtiyar sahiblər var, ixtiyarlı olmayan mövcudlar var. Təkvin dedikdə bunların hamısı əhatə edilir. Lakin təşri dedikdə məhz insan, ixtiyar sahibi olan insan nəzərdə tutulur təşri dedikdə. Yəni biz dedikdə Allah Taala'nın təşri iradəsi, Allahın təşrii və yaxud Allahın təşrii rububiyyəti, təşrii rububiyyət məhz insan həyatına nazir, insan həyatını əhatə edən bir nəzarət, insan həyatını əhatə edən bir malikiyyət, bir ixtiyar sahibliyi nəzərdə tutulur. Ona görə təşri birinci məsələ qanunları əhatə edir, ikinci məsələ ixtiyar və azad və ixtiyarlı həyat dairəsinə ehtiva edir. Üçüncü məsələ ona qarşı üsyan etmək və boyun qaçırmaq da mümkündür. Diqqət etsəniz, yəni bu mənası nə deməkdir? Mənası bundan ibarətdir ki, təşrii məsələdə, təşrii iradəyə qarşı çıxmaq mümkündür. Bu bir çox məsələlər bu fərqlərlə öz həllini tapır. Yəni bir çox hallarda qeyd olunur ki, əgər hər hansısa bir şeyi Allah istəyirsə, ona qarşı bəyəm çıxmaq mümkün. Necə olur Allah Taala istəyir ki, biz günah etməyik, amma biz günah edirik. Deməli Allah məsələn Nəuzən billah, görəsən Allahın gücü çatmır bizim günahımızın qabağını alsın və yaxud Allahın elmi yox idi və yaxud belə bir şübhələr meydana gəlir. Bu fərqlə o şübhələr öz həllini tapır. Fərq nədən ibarətdir? O Allahın qanunlarına qarşı çıxmağın mümkünsüzlüyü təkvindədir. Lakin təşridə o qanunlara çıxmaq, o qanunlara qarşı çıxmaq, o qanunlara qarşı üsyan etmək mümkündür. Çünki nəyə görə? Bir ikinci xasiyyətə görə qeyd etdik. Həm qanunları əhatə edir, həm insan ixtiyarını əhatə edir. Çünki insan ixtiyarına aid olduğuna görə insan ixtiyarda onu edə də bilər, etməyə də bilər. Məhz Quranda da
biz bu məsələ ilə üzləşirik. Yəni çox maraqlı bir ayədir və bu ayədə Zümer surəsinin 7-ci ayəsində Allah Teala buyurur ki, çox diqqətli olmaq lazımdır ki, bu fərqlərə vara bilək. Allah Teala buyurur: "İn tekfuru fe innallaha ganiyyun ankum." Əgər küfr etsəniz, Allah Teala ehtiyacsızdır. Allahın ehtiyacı yoxdur. Siz küfr edəsiniz, şükr edənisiniz. Lakin və la yerza li ibadihil kufr ve in teşkuru yerzahu lekum. Allah Teala küfrü sizin için istememiştir. Lakin şükrü sizin için istemiştir. Yaxşı, əgər Allah küfrü bizim için istememiştirsə, biz ki qeyd etdik ki, Allahın istəyinə qarşı biz çıxa bilmərik. Necə olur ki, insan onun istəyinə qarşı çıxır? Küfrü bizim için istəmir, lakin biz küfr edirik. Biz bəs onun istəyinə qarşı çıxmışıq. Mənası və bunun cavabından ibarətdir ki, Allahın təkvini istəyinə qarşı biz çıxa bilmərik. Lakin təşriyi istəyinə qarşı çıxmaq mümkündür. Nəyə görə? Çünki insan ixtiyar sahibidir, insan iradə sahibidir və məhz Allah da insanı belə istəmişdir. Və Quran ayəsi də Zümer surəsində oxuduğumuz 7-ci ayədə məhz bunu göstərir. Allah Teala buyurur ki, mən sizin üçün küfr etsəniz də mənim ehtiyacım yoxdur sizə. Lakin küfrü sizin üçün istəməmişəm, şükrü sizin için bəyənmişəm. Görünür ki, insanlar bir qism küfr edirlər və küfr etdikdə də Allah buyurur ki, bəli, küfr edə bilərsiniz, lakin mənim sizə ehtiyacım yoxdur. Bəs üçüncü məsələ çox önəmli məsələdir ki, ona qarşı çıxmaq mümkündür və hardasa üsyan etmək mümkündür ki, bu anlayış, yəni üsyan, ona qarşı çıxmaq Quran və hədislər nöqteyi nəzərindən günah deyilir. Yəni əgər biz Allahın istəyinə qarşı çıxırsa günah sayılır. Rububiyyətdə də təşri dedikdə məhz bu məsələ nəzərdə tutulur. Rububiyyətdə təşri qanunvericilikdir, qanunlara aiddir və qanunlara aid olanda hansı qanunlar? Təbiət qanunları xeyr, təbiət qanunları deyil. Məhz insan əlaqələrini tənzimləyən qanunlara, yəni insan ixtiyar sahibli varlığın ixtiyar sahibli varlıqların əlaqələrini tənzimləyən qanunlara aid edilir təşri. Lakin təkvində belədir, təkvinin dairəsi genişdir və həmçinin də ona qarşı çıxmaq mümkün olur. Yəni Allah Teala hər hansı bir qanunu deyirsə, bəzən insanlar o qanuna qarşı çıxır və bu qarşı çıxmaq günah sayılır və Quranda əzab və cəhənnəm ayələri ilə vədə və vəid verilir və əgər çıxılmazsa savab və cənnətlə mükafatlanır. Və həmçinin dördüncü məsələ, iradə və istənilən həqiqətin reallığını zəruri etmir. Yəni əgər təşrii, təkvini iradənin tam əksin. Təkvini iradədə Allahın istəyi onun feili ilə, əməli ilə bərabərdir. Lakin burada zəruri deyil ki, Allah Teala istəyirsə o zərurətən və zəruri və lüzum olaraq həyata da keçsin. Bu çünki təşri və qanunlara aiddir və bəzən qeyd etdiyimiz kimi Allah Teala insanlardan iman bəyənmişdir. Lakin görürük ki, bəzi insanlar imana qarşı çıxıb küfr edirlər. Yəni həyata Allahın istəyi bəzən həyata, amma bu həyata keçməməzlik belə deyil ki, Allahın qüdrət və elminə xələl yetirsin. Xeyr, təşri iradə olduğuna görə, ixtiyara ehtiva etdiyinə görə Allah Teala məhz belə istəmişdir ki, insanlar ixtiyar sahibi olsun və ixtiyar sahibi olduqda küfrü seçə bilərlər, imanı seçə bilərlər, İslamı seçə bilərlər, qeyri-İslamı seçə bilərlər, lakin meyarlara görə Allah Teala bu seçimlərin də özünə münasib mükafatlar və nəticələr qeyd etmişdir Quranda. Bu təkvin və təşri haqqında olan məsələ idi ki, əlbəttə mən qeyd etmək istəyirəm ki, bu dörd məsələ hardasa toplanmış, yəni müxtəlif yerlərdən toplanmış bir məsələdir. Belə demək olmaz, təkvin və təşriin tərifi sayılır. Xeyr, bəlkə xüsusiyyətləri, yəni təkvinə 4 xüsusiyyət, təşriyə 4 xasiyyət qeyd edə bilərik ki, bu xasiyyətlər bizi məsələnin daha da gözəl bəyan olmasına sövq edir. Hardasa biz insan əməlində də bu məsələni görürük. Biz insanın öz rəftarında, mən hər an əlimi qaldırıramsa bunu təkvinlə müqayisə edə bilərəm. Yəni əlimi qaldırıramsa və əlim qalxır. Əlim mənə üsyan edə bilməz, mənə müxalif çıxa bilməz. Çünki mən istəyirəm bu əlim qalxsın, deməli əlim qalxmalıdır.
Lakin hər hansısa bir adətimi tərk etmək istəyirəmsə, bəzən adətimlə baş-başa gəlirəm. Mən o adəti illərlə adət etdiyim məsələni tərk edə bilmirəm. Çünki bu da təşri ilə müqayisə olunur. Yəni, insan həyatında da biz buna nümunələr tapa bilərik ki, insan öz bədəndə öz üzvünü hərəkətə gətirirsə, bu hərəkət təkvinlə müqayisə olunur. Yəni, o, mən istəyirəmsə o olmalıdır. Düşünürəmsə o düşüncəm mənim zehnimdə canlanmalıdır. Lakin istəmədikdə o aradan gedir və itir. Lakin hər hansısa bir adətimi tərk etməyə, hər hansısa bir adət etdiyim məsələni tərk etmək istədikdə bəzən bunu edə bilmirəm. Bu da təşri ilə müqayisə olunur. Bu səbəbdən bu fərqləri mən etdim ki, məsələ daha da bəyan olunsun və buna görədir ki, Quranda da Allah təala buyurur: "Yuridullah bikumul yusr və la yuridu bikumul usr." Buradakı mövcud olan iradə təşri, iradə təkvini iradə edir. Sizin üçün rahatlığı istədim, çətinliyi istəmədim. Lakin bəziləri rahatlıq seçir özü üçün, bəziləri çətinliyə düçar olur. Belə deyil ki, Allah təala rahatlıq istəyib, deməli heç bir çətinlik olmuyor. O çətinlik mövcuddur. Nəyə görə? Allahın oradakı qeyd etdiyi iradə təşri iradədir və insan ixtiyarına aiddir. İnsandır ki, özü üçün çətinlik yaradır və yaxud rahatlıq əgər yaradırsa Allah tərəfindən bəyan edilir. Həmçinin insandır ki, küfrü seçir və yaxud İslamı seçir. Bu təşri iradəyə aid olduğuna görə hər iki tərəfi seçmə imkanı var. Lakin təkvini iradədə, təkvini rububiyyətdə seçim məsələsi mövcud deyil. Bir məsələ Allahın istəyidirsə o mütləq olmalıdır və nümunə də gətirdik ki, buyurur: "İradətullah hiyəl fe'l." Allahın iradəsi onun feili ilə bərabərdir. Bu qədər mən hardasa bu məsələni qeyd etdim. Təkvin və təşri haqqında lazımlı bilirdim ki, bu fərqlər qeyd olunsun. Digər bir məsələ üluhiyyətdə tövhiddir ki, qısa bir bəyan edim. Mən sözümü tamamlayıram. Üluhiyyətdə tövhid dedikdə, yəni məhz yeganə məbud, yeganə pərəstişə layiq bildiyimiz varlıq Allah olmalıdır. Ondan başqasına pərəstiş edə bilmərik və bu Quranda müxtəlif ibarələrlə qeyd olunmuşdur ki, la ilahə illallah, la ilahə illanə, la ilahə illahuvə, ilahun məəllah, bəl əksəruhum la ya'ləmun. İnşallah gələn söhbətlərimizdə geniş bu mövzu